Son günlər özünü məşğulluq proqramı və ünvanlı dövlət sosial yardımı ilə bağlı mühüm təklif gündəmə gəlib. Məsələ Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirə olunub və bu barədə İnsan Hüquqları üzrə müvəkkil, yəni Ombudsmanın 2025-ci il üzrə məruzəsində təklif yer alıb. Təklif nədən ibarətdir? Məlum olduğu kimi, ölkəmizdə özünü məşğulluq proqramı çərçivəsində işsiz şəxslərə kiçik biznes qurmaq üçün müxtəlif növ əmlak və avadanlıqlar təqdim olunur. Bu proses isə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir. Lakin bəzi hallarda seçilmiş istiqamət üzrə əmlakın təqdim olunması prosesi uzun müddət çəkir. Hətta bəzi vətəndaşlar üçün bu müddət bildən artıq davam edə bilir. Məhz bu gecikmələr nəzərə alınaraq yeni təklif irəli sürülüb. Təklifə əsasən özünü məşğulluq prosesinin tam başa çatmadığı, yəni əmlak və avadanlıq vətəndaşa faktiki təhvil verilmədiyi müddətdə həmin şəxsin digər məşğulluq formasından yararlanmasına və ya ünvanlı dövlət sosial yardımı üçün müraciət etməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məqsədə uyğun hesab edilir. Hazırki qaydalara görə vətəndaş özünü məşğulluq proqramına cəlb olunduqdan sonra müəyyən öhdəliklər daşıyır. Əgər proqram çərçivəsində seçilmiş fəaliyyət istiqaməti üçün əmlak təqdim olunana qədər həmin şəxsin məşğul olduğu aşkar edilərsə, bu zaman ona əmlakın verilməsi dayandırıla bilər. Bu qərar 5 iş günü ərzində qəbul olunur və vətəndaşa elektron qabinet vasitəsilə, poçt ünvanına və SMS yolu ilə bildirilir. Lakin reallıqda elə hallar yaranır ki, vətəndaş proqram iştirakçısı olsa da, faktiki olaraq hələ heç bir əmlak almamış olur və gəlir əldə etmir. Belə vəziyyətdə həmin şəxsin sosial yardıma müraciət edə bilməməsi sosial baxımdan çətinliklər yarada bilər. Ombudsmanın məruzəsində də məhz bu məqam vurğulanır. Təkliflərdən biri də özünə məşğulluğun təşkili qaydasına dəyişiklik edilməsidir. Dəyişikliklə məqsəd odur ki, özünü məşğulluğa cəlb olunma barədə qərarın vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və ya SMS ilə bildirildiyi tarixdən etibarən əmlakın təqdim olunmasına qədər olan müddət daha dəqiq tənzimlənsin. Yəni, prosesin başlanğıcı və sonu qanunvericilikdə daha aydın şəkildə göstərilsin. Bu dəyişikliklərin əsas məqsədi sosial ədalətin qorunması və vətəndaşların hüquqlarının daha effektiv təmin olunmasıdır. Çünki özünü məşğulluq proqramı işsiz şəxslərin gələcəkdə dayanıqlı gəlir əldə etməsi üçün nəzərdə tutulsa da, proqramın icrası zamanı yaranan gecikmələr həmin şəxslərin müvəqqəti sosial dəstək imkanlarından məhrum qalmasına səbəb ola bilər. Əgər təklif olunan dəyişikliklər qəbul edilərsə, bu xüsusilə uzun müddət əmlak gözləyən və faktiki gəliri olmayan vətəndaşlar üçün mühüm sosial dəstək mexanizmi ola bilər. Eyni zamanda bu addım həm məşğulluq siyasətinin, həm də sosial müdafiə sisteminin daha balanslı şəkildə işləməsinə töhfə verə bilər. Qeyd edək ki, bu mərhələdə söhbət yalnız təklifdən gedir. Qanunvericiliyə dəyişikliklərin edilməsi üçün müvafiq prosedurlar həyata keçirilməli və qərar qəbul olunmalıdır. İctimai müzakirələr və komitə iclasları isə bu prosesin tərkib hissəsidir. Mövzu ilə bağlı rəsmi qərar qəbul olunacağı təqdirdə əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək. Siz bu dəyişikliklərin qəbul edilməsinə necə qiymətləndirirsiniz? Fikirlərinizi şərhlərdə yaza bilərsiniz.